Kalibrdə yayımlanan bu məqalədən sonra ağıllarda biraz da suallar artdı. Apreldə həqiqətən də Ermənistan Azərbaycana qarşı müharibə başlaya bilərmi? Əgər belə bir müharibə başlansa, xüsusilə də hansı istiqamətlərdə Ermənistan bu addımları atacaq? Avropa İttifaqı müşahidə missiyasının bu qədər nəzarət həyata keçirməsinin arxasında həm də bu niyyətlər dayanırmı? Biz bundan danışacağıq. Paralel şəkildə Ruben Vardanyanın ötən günkü məhkəməsinə də diqqət yetirmək cəhd eləyəcək. Siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Əhməd bəy, başlayaq ondan ki, Kalibr Az nəşri məlumat yaydı və Ermənistan apreldə müharibəyə hazırlaşır deyilir. Etibarlı mənbələrə istinad olunur. Bilirik ki, hər zaman Kalibr müxtəlif etibarlı mənbələrə istinad etdikdən sonra həmin xəbərdə həqiqət payı da çıxır. Yəni doğruluq payı çox olur və müxtəlif detallar üzərindən danışmadan istəyərdim ki, siz də inanırsınızmı ki, həqiqətən də apreldə Ermənistan belə bir əməliyyat həyata keçirmək haqqında düşünür? Ümumiyyətlə geniş müharibə deməzdim, amma hərbi əməliyyatlar, xüsusən də sərhəd zastavalarına hücum, Azərbaycanın hərbi mövqelərinə qarşı təxribat yönümlü atəşkəsi pozmağa yönəlik addımlar gözlənilir. Çünki son müşahidələr göstərir ki, Ermənistan ordusu xüsusən də şərti sərhəd bölgəsində xəndəklər qazmaqla müəyyən ağır texnikaları şərti sərhəddə yaxın ərazilərə yerləşdirməklə müəyyən hazırlıqlar həyata keçir və xüsusən də son həftələr ərzində Ermənistanın Müdafiə Nazirinin, ardınca da Xarici İşlər Nazirinin Hindistana rəsmi səfərləri, iki ölkə arasında hərbi əməkdaşlıq, xüsusən də Hindistan istehsalı olan ağır silahların alınması, bu bir də onu göstərir ki, Ermənistan yalandan üzdə Azərbaycanla sülh danışıqlarının aparılması ilə bağlı müəyyən narrativlər yaysa da, əslində faktiki olaraq ciddi şəkildə silahlanır və ötən gün Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın Hindistanın Vion qəzetinə verdiyi açıqlamada açıq şəkildə etiraf elədi ki, Ermənistan nəinki regionda, dünyada Hindistan silahlarını ən çox alan bir ölkədir və bunu həm də Ermənistan-Hindistan münasibətlərinə böyük bir töhfə olaraq qiymətləndirdi və onu da qeyd etməyi öz aləmində unutmadı ki, bu silahlar heç bir üçüncü ölkəyə qarşı yönəlmir. Qəribə bir ziddiyyət yaranır. Ermənistan ciddi şəkildə Hindistandan silahlar alır və bunu heç bir ölkəyə qarşı istifadə etməyəcəyini bəyan edir. Bu təbii ki, absurddur. Ermənistanın xüsusən də son həftələr ərzində şərti sərhəddə aktivliyi və mülki missiya adı altında fəaliyyət göstərən Avropa İttifaqı nümayəndələrinin artıq sərhədin müxtəlif bölgələrində müşahidə missiyası altında müəyyən kəşfiyyat xarakterli fəaliyyətləri bir də onu deməyə əsas verir ki, Ermənistan Azərbaycana qarşı müəyyən təzyiq xarakterli hərbi addımlar ata bilər, müəyyən atəşkəsin pozulması ilə nəticələnən hərbi təxribatlar həyata keçirər. Bu da nədir? Azərbaycanı müəyyən şərtləri qəbul etməyə öz aləmində məcbur etmək. Çünki Ermənistanla Azərbaycan arasında bugün sülh danışıqları üzrə müəyyən təmaslar davam eləyir. Hətta sonuncu dəfə Ermənistan tərəfi müəyyən düzəlişlər və şərtlər irəli sürüb. Qəribə də olsa ondan ibarətdir ki, bu şərtlərdə Ermənistan istəyir ki, Azərbaycan və Ermənistan bir-birlərinə hesabat versinlər. Alınan silahlarla bağlı, müdafiə ilə bağlı. Bəli, silahlara nəzarətlə bağlı. Bu dünyada misli görünməmişdir, nağrası bir təcrübədir. Necə ola bilər ki, müharibədə qalib tərəf olan Azərbaycan bugün hələ humanistlik nümayiş etdirərək bərabər hüquqlu şəkildə Ermənistanla sülh masasına əyləşib və Ermənistan kapitulyasiya aktinə imza atmış bir tərəf olaraq özündə bu jestdən cəsarətlənib Azərbaycana şərt irəli sürür ki, Azərbaycan bundan sonra alacağın bütün silahları və ya daxildə istehsal edəcəyin bütün silahlarla bağlı mənə məlumat verəcəksən. Bəli, hesabat verəcəksən və bunu balanslı şəkildə həyata keçəcək. Bu, təbii ki, Azərbaycan tərəfindən əsla qəbul edilən deyil. Oysa Azərbaycanın Ermənistana irəli sürdüyü şərtlər tam beynəlxalq hüquqa söykənib. Ermənistanın konstitusiyasında Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları var. Onların aradan qaldırılması və bunun üçün referendumun keçirilməsi və Azərbaycana qarşı hər hansı ərazi iddialarından vaz keçilməsi məsələsi. Bu məsələdə Ermənistan sözdə açıqlamalar versə də hələ ki bir real
addım atılmayıb və görünür ki, bugün ABŞ-Rusiya yaxınlaşması, xüsusən də Ukrayna məsələsi üzərində Vaşinqtonla Moskva arasında bir yaxınlaşma var. Bu, Ermənistanın son illər yürütdüyü siyasətin suya düşdüyünü bir daha göstərir və artıq Ermənistan rəhbərliyi, Paşinyan iqtidarı Rusiya ilə yumşaq siyasət yürütməyə cəhd eləyirlər. Çünki Ukrayna müharibəsi bitdikdən sonra, yəni ən azından atəşkəs elan etdikdən sonra Rusiyanın diqqəti yenidən Cənubi Qafqaza yönələcək. Bu qaçılmazdır və son illər Nikol Paşinyan iqtidarının anti-Rusiya siyasətinə bir cavab olaraq Rusiyanın müəyyən addımlar atacağı gözlənilir. Belə olan halda Ermənistan artıq ABŞ-dan əvvəlki dəstəyi ala bilməyəcək. Avropa İttifaqındakı əsas dəstəkçisi olan Fransanın da bugün ABŞ-la münasibətləri ürək açan deyil. Belə olan halda Fransadan da yetərincə dəstək alması mümkün deyil və İran faktoru var. İranla Ermənistan arasında bugün üçün əlaqələr yüksək səviyyədə olsa da, amma İranın bombalanması, İrana qarşı hərbi əməliyyatlar gündəmdədir və nəzərə alsaq ki, Trumpın danışıqlar təklifi ali dini lider Xameyni tərəfindən rədd edilir. Belə olan halda Vaşinqton İrana qarşı müəyyən hərbi əməliyyatlar keçirməsinə qərar verə bilər və burada da Ermənistan ciddi şəkildə istifadə oluna bilər. Çünki Ermənistanda yerləşən ABŞ səfiri dünyanın ən böyük səfirliyidir. Orada kəşfiyyatçılar, hərbiçilər var və İran bugün artıq narahatlığını gizlədə bilmir ki, İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ Ermənistan ərazisindən istifadə edə bilərmi? Təsadüf deyil ki, İran Dövlət kanalına verdiyi açıqlamasında Paşinyana İranlı jurnalist bu haqda da suallar verib. İran faktoru üzərindən də məsələyə yanaşsaq, bugün Ermənistan çox çətin vəziyyətdədir və xüsusən də bugün Bakıda məhkəməsi davam edən Ermənistan vətəndaşları üzərindən Ermənistan cəmiyyətində ciddi bir təzyiq var, ajitaj var. Hər gün verilən açıqlamalar və o müharibə cinayətlərinin etirafı Ermənistan cəmiyyətində belə bir etiraza səbəb olub ki, necə ola bilər ki, Ermənistan hakimiyyəti, Ermənistan dövləti həmin erməni əsilli şəxslərin azadlığa buraxılması üçün Bakıya heç bir təzyiq göstərə bilmir. Azərbaycanda keçirilən bu məhkəmədə hər gün Ermənistanın o müharibə cinayətləri faktlarla ifşa olunur. Bunun sonu artıq məhkəmə qərarının çıxarılması, beynəlxalq səviyyədə Ermənistana qarşı təzminat ödənilməsi məsələsi ola bilər və bugün Ermənistandakı o revanşist şəxslər var ki, onların da adları bu məhkəmə prosesində çəkilir, onların da Ermənistandan istənilməsi məsələsi gündəmə gələ bilər. Bütün bu prosesləri sistemləşdirsək, Ermənistan yaxın həftələr ərzində Azərbaycana qarşı müəyyən bir, yəni mən geniş müharibə deməzdim, nə o cəsarət, nə o potensial yoxdur. Amma hərbi addımlar, hərbi müdaxilələr, hücumlar etməklə regiondakı bu vəziyyəti dəyişmək, yenidən beynəlxalq ictimaiyyətin, xüsusən də Rusiyanın, ABŞ-ın diqqətini Cənubi Qafqaza çəkmək və bu təxribatda da Azərbaycanı ittiham etmək istəyirlər. Əhməd bəy, siz də vurğuladınız ki, böyük bir təxribat gözləmirsiniz, böyük bir müharibə daha doğrusu gözləmirsiniz. Ancaq bir tərəfdən Kalibrin məlumatında bir detalda təhlil olunur ki, aprelin 1-dən iyunun 13-nə qədər bu təlimlər keçiriləcək. Ehtiyatda olan hərbçilərin təlimindən söhbət gedir və maraqlıdır ki, 10 həftə davam eləyəcək. Düzdür, Ermənistan tərəfi deyir ki, bu ənənəvi təlimlərdir. Ehtiyatda olan hərbçilərin davamlı şəkildə peşəkarlığının yenidən artırılması, xatırladılması çox mühümdür. Amma 10 həftə davam eləyəcək. Əsas sual ondan ibarətdir ki, hazırda sülhdən danışan Ermənistan niyə 10 həftə təlim keçirmək ehtiyacı duyur? Əslində 10 həftə elə Ermənistanın özünün təcrübəsində bir ilkdir, təqribən 3 aya yaxın bir müddətdir və belə olan halda və Hindistandan alınan son silahlar və o şərti sərhəddə aparılan hazırlıqlar təbii ki, onu göstərir ki, Azərbaycana qarşı müəyyən təxribat yönümlü addımların atılması qaçılmazdır. Bu eyni zamanda mən düşünürəm ki, təkcə Ermənistan iqtidarının özünün verdiyi bir qərar deyil. Bu eyni zamanda Avropa İttifaqından, Fransadan gələn bir tezislər üzərində verilmiş bir qərardır. Çünki Fransada
bu vəziyyətlə qəbullana bilmir, razılaşa bilmir. Sülh danışıqları istənilən şəraitdə getmir, istənilən sürətdə getmir və sanki dalana dirənmiş bir vəziyyətdədir. Ermənistanın son şərtləri Azərbaycan tərəfindən əsla qəbul edilməz. Belə olan halda vəziyyəti, belə deyək, oyunu pozmaq, daşları yenidən düzmək baxımından belə bir təxribatın olması çox realdır, mümkündür və gözləniləndir. Ermənistan bununla nəyə nail olmaq istəyir? Artıq Cənubi Qafqaz son aylar ərzində, xüsusən də yanvardan bu yana Cənubi Qafqaz sanki ikinci, üçüncü plana keçib dünya güclərinin diqqətində. Bugün bütün diqqət Ukrayna müharibəsinə yönəlib. Belə bir təxribatın baş verməsi ilə, insan itkisi ilə müşahidə olunacaq, belə bir təxribatın baş verməsi ilə o böyük ölkələrin diqqətini yenidən Cənubi Qafqaza çəkmək, Ermənistan ABŞ-la gedər ayaqda, belə deyək, Biden administrasiyası ilə strateji müttəfiqlik haqqında bir saziş imzalayıb. Bunun şərtlərini yenidən gündəmə gətirib ABŞ-dan dəstək istəmək, Fransanla münasibətləri gündəmə gətirib, Fransanın birbaşa müdaxiləsini gündəmə gətirmək və xatırlayırsınızsa artıq son günlər yenidən ATƏT-in Minsk qrupunun fəaliyyəti gündəmə gəlib. Çünki hələ də Ermənistan bu qrupun funksiyasından imtina eləməyib. Belə bir təxribat yaratmaqla əslində Azərbaycanla Ermənistan arasında bu müharibə, bu münaqişə hələ də bitməyib görüntüsünü yaratmaqla ATƏT-in Minsk qrupunun, onun həmsədrləri olan ABŞ-ın, Rusiyanın, Fransanın diqqətini yenidən Cənubi Qafqaza çəkmək və rəsmi Bakıya müəyyən təzyiqlər göstərməyə çalışırlar. Çünki Ermənistan ciddi şəkildə Rusiya ilə yaxınlaşma yolunu tutub. Hətta Xarici İşlər naziri Arat Mirzəyan BRICS-də üzvlük, müşahidəçilik statusunda üzvlük barədə fikir bildirir. Bu bir də onu göstərir ki, artıq Rusiyaya xoş olan addımlar atılır. Hətta yaxın zamanda kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına olan borcun ödənilməsi və bu təşkilatda Ermənistanın fəaliyyətinin bərpa olunması da gözlənilir. Düşünürəm ki, Ermənistanın belə bir təxribatı onun özü üçün ciddi fəsadlara gətirib çıxaracaq. 2020-ci il müharibəsində qələbə çalmış Azərbaycan ordusu günü-gündən güclənir və regionda baş verəcək istənilən bu cür pozucu təxribat fəaliyyətinin məsuliyyəti yenə iqtidar, Nikol Paşinyan iqtidarında Ermənistan dövlətinin üzərində olacaq. Əhməd bəy, biz bundan öncə də Ermənistan rəhbərliyinin bəzi açıqlamalarını eşitmişik. Onlar deyirlər ki, Azərbaycan bizim ərazilərimizi tutub və həmin ərazilərdən çıxmalıdır. Hətta zaman-zaman təkcə Ermənistandan yox, müxtəlif beynəlxalq təşkilatlardan və yaxud da belə deyək, nümayəndələrdən də bu fikirlər səsləndirilib və Kalibrin yazdığı bu informasiyada da qeyd olunur ki, sərhəd boyu yerləşən əraziləri işğal etməyi düşünür Ermənistan. Düzdür, təbii ki, söhbət Xankəndinin, Xocalının və yaxud da digər ərazilərin yenidən işğalından getmir. Amma orada bəzi önəmli yaşayış məntəqələri var, ərazilər var ki, bizim üçün mühümdür. Çünki biz birbaşa nəzarəti oralardan həyata keçirə bilirik. Ermənistan isə deyir ki, bu əslində bizim ərazimizdir. Məhz həmin istiqamətdə Ermənistanın hərəkətə keçməsinə qədər ümumiyyətlə, ərazilər məsələsi elə iki ölkə arasında son illər dövlətlərarası komissiyaların fəaliyyətində əsas məsələdir. Bugün Ermənistanla Azərbaycan arasında sərhədin çox cüzi bir hissəsi təsdiq olunub, müəyyən edilib və şərti sərhəd dirəkləri var. Müəyyən edilə bilməyən və üzərində müzakirəsi davam edən ərazilərin hansı tərəfə aid olmasını iddia eləmək, bunun üçün sübut dəlil olmalıdır. Azərbaycan bununla bağlı hələ SSR-nin arxivlərində olan xəritələri ortaya qoyub və 1991-ci il Almatı aktına görə həmin ərazilərin Azərbaycan Respublikası ərazisi olduğu bir faktdır. Ermənistan indi özündən bir çox versiyalar irəli sürə bilər, amma hər bir sözün, hər bir iddianın arxasında bir sübut olmalıdır, dəlil olmalıdır və xəritələr olmalıdır. Əgər bu xəritələr üzərində dövlət komissiyaları çalışırsa və bu proses hələ bitməyibsə, bu sərhəd xətti tam şəkildə müəyyən edilməyibsə, hansı ərazinin, hansı ölkəyə aid olunması məsələsi indidən demək tezdir. Ermənistan bu məsələdə biraz da irəli gəlmişlik eləyir. Özünə aid olmayan ərazilərin özününküləşdirməklə Azərbaycanı əslində, orada əslində xırda ərazilərdən gedir, amma bu məsələni ortaya atmaqla Azərbaycanı belə deyək, işğalçılıq siyasətində ittiham eləməyə çalışır və bütün dünyaya belə bir narrativ yaymağa çalışır ki, güya Azərbaycan
Ermənistan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə qəsd eləyib, Azərbaycana qarşı sanksiyalar irəli sürülməlidir, Ermənistana dəstək verilməlidir. Amma masada, danışıqlar masasında hansı ərazinin Ermənistana və ya Azərbaycana aid olduğunu göstərən xəritələr üzərində müzakirə aparılanda erməni rəsmilərinin dili bu qədər uzanmır. Onlar bu məsələnin danışıqlar yolu ilə və arxivlər üzərində, tarixi xəritələr üzərində, mən çox uzaq tarixi demirəm, 70-ci illərin seri arxivindən götürülmüş hər iki ölkənin xəritələri üzərində deyirəm. Bu baxımdan erməni rəsmiləri belə iddialı görünmürlər. Yəni ümumiyyətlə Ermənistan iqtidarının bu məsələdə açıqlamaları ikili xarakter daşıyır. Birbaşa təmaslarda, sülh danışıqlarında özlərini sülhsevər göstərməyə çalışırlar, amma pərdə qapandıqdan sonra yenə Azərbaycana qarşı müəyyən iddialar irəli sürməyə çalışırlar, Azərbaycanın ünvanına ithamlar səsləndirirlər və bu məsələdə də Azərbaycanın dünya ictimaiyyətinin gözündə, belə deyək, qonşusunun torpaqlarını işğal edən, zəbt edən ölkə kimi göstərməyə çalışırlar. Oysa Azərbaycanın son 30 illik tarixində Azərbaycanın %20 torpaqlarını işğal edən ilə Ermənistanın özü idi. Bu barədə heç danışmaq istəmir, kompensasiya və digər məsələlər barədə heç söz açmaq istəmir. Təşəkkürümüzü bildiririk Əhməd bəy, minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün və biz artıq bəzi istiqamətləri diqqətinizə çatdırdıq.